bura aşıb dağılıb. Burada həmçinin. Salam, hər vaxtınız xeyir olsun. Redaksiyamızın WhatsApp nömrəsinə video görüntü daxil olub. Həmin video görüntü Bərdədə yerləşən Laçın Peşə Məktəbinin daş hasarının bir hissəsinin artıq dağılmaya başladığı, digər hissələrin isə çökmə təhlükəsi ilə üzləşdiyi görüntülər göndərilir. Görüntüləri göndərən vətəndaş bildirir ki, hər gün həmin ərazidən məktəblər və böyüklər keçir. Onun sözlərinə görə məktəbin giriş hissəsindəki dəmir qapıda aşmaq üzrədir və bu vəziyyət oradan keçən hər kəs üçün ciddi təhlükə yaradır. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini və uçmaq təhlükəsi olan hasarın təmir olunmasını tələb edirlər. İndi həmin görüntüləri təqdim edirəm. Bax, bu darvaza qapı aşmaq üzrədir. Yüzlərlə uşaq, böyük dərs vaxtı buradan keçirlər. Aidiyyəti qurumlardan xahiş edirik, bu işlə məşğul olsunlar, qəzanın qarşısı başdan alınsın. Bu da daş hasar sökülüb. Hər saniyəsi təhlükədir. Xahiş edirik, buna bir əmzam qılsınlar. Məktəb işçilərindən, şagirdlərindən əlavə bura yaşayış məntəqəsidir, küçədir. Burada uşaq da oynayır, böyük də gəlib keçir. Hər an bu hasarın, daş hasarın aşmaq təhlükəsi ola bilər. Necə ki, bura aşıb dağılıb. Burada həmçinin. Xahiş edirik, bunlar bir tədbir görəsiniz qısa bir müddətdə. Çünki bu aşaşa gedir. Qarşı tərəfin mövqeyini də dinləyib ictimaiyyətləşdirməyə hazırıq.